Özəl bağçaların qiyməti artıb. Sakinlər özəl bağçalara tələbatın çox olması ilə yanaşı, qiymətinin də çox baha olduğunu bildirirlər. Həddindən artıq çox bahadır, yəni 300, 400, yəni mən şəxsən bir valideyn olaraq, yəni qiymətindən narazıyam özəllərdən. Özəl dediyim kimi, baha olduğuna görə dövlətə qoymuşam, hər şey çox yaxşıdır. Qalxır, əlbəttə ki, qalxır. Öyle bir şey, məsələn, 150 manatlar olub, indi 250 manat. 250 manatlar olub, 350 manat. Qaldırırlar, bəli. Öyle bağça var ki, 800-dür, 900-dür var. İşləyən valideynlər var. Mesela onlara sərf eləmirlər, uşağa baxa qiyməti də qoymaq. Amma dövlət tərəfindən olsa, əlbəttə ki, yaxşı olar. Dövlət bağçaları bundan yaxşıdır. 200 manata, 250 manat civarındadır keşlədə. Başa düşmək lazımdır milləti də. Yəni elə eləmək lazımdır ki, imkanı olan adamlar, olan hamısı uşaqlarını bağçaya qoya bilsinlər də. Yəni belə. Elə eləmək lazımdır ki, birisiz vəziyyətlə əlaqədar cəmaət işi olan işə gedə bilsin, uşaqlarını qoymağa yeri yoxdur. Ekspertlər bildirirlər ki, qiymət artımı qrant layihəsində seçilmiş bağçalarda daha çox öz əksini tapır. Elm və Təhsil Nazirliyi seçilmiş bağçalara bir uşaq üçün 250 manat məbləğində pul ödəyir. Lisenziya almış uşaq bağçaları və körpələrin sayı 100-dən çoxdur, amma Elm və Təhsil Nazirliyinin elan etdiyi qrant layihəsində 63 uşaq bağçası belə deyək, qalib gəlibdir. Biz baxırıq ki, qrant layihəsi elan olunana qədər həmin uşaq bağçalarının qiyməti 300 manat, 250 manat və yaxud da 350 manat olduğu halda qrant layihəsi elan olunandan sonra və qrantda həmin bağçalar qalib gələndən sonra onların qiymətlərində biz artımları müşahidə edirik. Yəni bəzilərində 150 manat, 200 manat, hətta 250 manata qədər artım edənlər var idi. Ekspert süni qiymət artımı edən bağçaların ciddi qanun pozuntusuna yol verdiklərini də qeyd etdi. Özəl uşaq bağçaları və körpələr daha böyük gəlir əldə etmək məqsədindən vəziyyətdən sui-istifadə etmək üçün bu və ya digər formada gəlirini artırmaqdan ötürü qiymətləri süni şəkildə artırır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə monitorinqlər aparır. Qeyd edeyim ki, bu ciddi qanun pozuntusudur. Sorğular keçiriləcək, hansılarda ki, qiymət artımı var, təbii ki, onlarla bağlanmış müqavilə də xitam veriləcək. Onlar qrant layihəsindən də kənarlaşdırılacaqlar. Bəs qrant ayrılan uşaq bağçalarına necə nəzarət edilir ki, qiyməti bahalaşdırmasınlar? Elm və Təhsil Nazirliyindən Xəzər xəbərə bildirildi ki, qrant müqavilələrinin icrası başlandıqdan sonra ödənişlər elektron portal üzərindən həyata keçiriləcək və valideynlərdən əlavə ödənişlərin tələb olunmasına yol verilməyəcək. Valideynlər müvafiq cədvəldə qeyd edilmiş təhsil haqlarından kənar hər hansı ödəniş tələbi ilə üzləşdiyi halda 146-2 çağrı mərkəzinə məlumat verə bilərlər. Qrant müsabiqəsi üzrə bütün məlumatların tam şəffaflıqla ictimaiyyətə təqdim edilməsi davam etdiriləcək. Elbrus Kərimli, Namiq Hüsiyev, Xəzər xəbər.